Salam mənim dəyərli xalqım, əziz soydaşlarım. Dostlar, bugün 24 apreldir. Bugün 1 il 5 aydır ki, Qarabağ qazisi, siyasi-ictimai fəal, Alov Partiyasının sədri, Milli Müqavimət Hərəkətinin yaradıcılarından biri, Azərbaycan Xalq Parlamentinin millət vəkili Rza bəy Səfərsoy, İlham Əliyev ailə hakimiyyəti və xunta rejimi tərəfindən şərlənərək həbs edilibdir. Artıq 1 il 5 aydır ki, Rza bəy Səfərsoy heç bir cinayət əməli olmadığı halda qanunsuz olaraq şərləmə üsulu ilə həbs edilibdir və həbsxanada saxlanılır. Qanunla ikinci qrup hərbi əlil, ağır ürək xəstəsi olan bir insanın həbs edilməsi və o həbs edilmədə iştirak edən bütün aidiyyəti qurumun əməkdaşları cinayət məsuliyyətinə cəlb edilməlidir. Üstəlik də bizim evimizə qanunsuz olaraq basqın etdiklərinə görə, şəxsi mülkümüzə ziyan vurduqlarına görə, can sağlığımıza ziyan vurduqlarına görə qanunla məsuliyyətə cəlb edilməlidirlər, ədalət məhkəməsi qarşısında cavab verməlidir. Ancaq hamımız bilirik ki, Azərbaycanda heç bir qurum işləmir. Bütün qurumlar İlham Əliyev ailə hakimiyyətinin tapşırıqlarını yerinə yetirən sifarişçi bir təşkilatdan ibarətdir. Dostlar, bildiyimiz kimi bir neçə gün bundan əvvəl Azərbaycan müxalifət camiyyəsi Bakı şəhər icra hakimiyyətinə müraciət etmişdi ki, icazə verin miting keçirək. Təbii ki, onlar özləri də bilirdi, mən də əvvəlcədən bilirdim ki, Bakı şəhər icra hakimiyyətinin elə bir səlahiyyəti yoxdur ki, İlham Əliyevin buyruq qulluğundan çıxa, müxalifətə icazə verə ki, gəlin miting keçirin, mənim əleyhimə orada tənqidi fikirlər səsləndirin, mənim hakimiyyətimi pisləyin, mənim ofşar zonalara daşıdığım sərvətimi orada xalqa çatdırın, mikrofon verim sizə, meydan verim sizə, bu qeyri-mümkün idi. Bunu müraciət edən yoldaşlar da bilirdi, mən də bilirdim, indi bu video çıxışımı izləyən dostlar da bilirdi. Nə etməliyik? Bəsdir, yetər artıq, icazəli qəhrəmanlıq peşinə düşdük. Mən buradan səsləndirirəm. 27-si miting təyin edən təşkilatlar müraciət eləyin ki, icazəsiz mitingə gəlin. Bütün vətəndaşları icazəsiz mitingə çağırın. Biz bilirik ki, hakimiyyət 400-dən yuxarı, az qalıb 400-ü keçsin. Çünki bəzi insanlarımız var ki, siyasi məhbus kimi qeydiyyata düşməyiblər. İnsanlarımızı şərləyib həbs eləyiblər. 1000-dən yuxarı dindar insanlarımızı şərləyib həbs ediblər. Bütün bunların qarşısını almaq üçün hakimiyyətin qarşısında bir məsələ qoyulmalıdır. Təcili olaraq şərləyib həbs elədiyin Azərbaycan vətəndaşlarını azad elə və Azərbaycan konstitusiyasına, qanununa hörmət elə. Vətəndaşların sərbəst toplaşma, söz azadlığını bərpa eləginən, Azərbaycanın quru sərhədlərini aç. Bugün Əvəz Zeynallının məhkəməsidir. Əvəz Zeynallı eşitdiyimizə görə sağlıq durumu çox ağırdır, Allah şəfa versin. Həmçinin də Rza bəy Səfərsoyun sağlıq durumu çox ağırdır və siyasi məhbuslar arasında olan insanlarımızın arasında sağlıq durumu çox ağır olanlar var və həbsxana şəraiti onların ölümü deməkdir. Tofiq Yaqublu canı bahasına ölüm acılığı keçirir. Artıq az qalıb ki, bir aya yaxın ola ki, Tofiq Yaqublu ölüm acılığı keçirir. Biz vətəndaş cəmiyyəti olaraq nəyi gözləyirik? Gözləyirik ki, o insanların oradan hansınınsa birinin, Allah qorusun, cənazəsi mi çıxsın? Ondan sonra mı ayağa qalxacaq? Xeyr, ondan sonra da heç o qeyrətsizlər öz ailəsini, nə bilim, öz işini, gücünü fikirləşənlər qalxmayacaq. Bir tikə bu hakimiyyətdən aldıqları
o sürünə-sürünə yaşama, gözün tikənlər qalxmayacaq ayağa. Biz insan kimi yaşamaq üçün ayağa qalxmalıyıq və öz hüquq və azadlığımız uğrunda mübarizə aparmalıyıq. Mən burada müraciət eləyəcəm yenə də adı-badı. Müsavat Partiyasına, Azərbaycan Xalq Cəbhəsi Partiyasına. Birinizin üzvləri deyir ana müxalifətik, birinizin üzvləri deyir ata müxalifətik. Azərbaycan Milli Müqavimət Hərəkətinin üzvlərinə, ADR hərəkətinin üzvlərinə, Azərbaycan Xalq Parlamentinin millət vəkillərinə xalqa müraciət eləyin və çağırış eləyin. Xalqı icazəsiz mitinqlərə çağırın, icazəsiz aksiyalara çağırın. Çünki bu hakimiyyət heç bir müraciətə, heç bir icazəyə əhəmiyyət verməyəcəkdir. Hakimiyyətə isə buradan səslənirəm. Nə qədər ki gec deyil, şərlətdirərək həbs elətdirdiyim bütün siyasi məhbusları azad elə. Unutma günəm, bütün qanunsuz əməllərimə görə cavab verəcəksən. Əbədi, əzəli olan tək Allahdır. Allahdan başqa İlham Əliyev səndən öncəki illərə, tarixlərə nəzər sal. Nə qədər padişahlar, sultanlar, dünya fatihləri bu dünyaya gəlib, sonuçda xalqın tələblərinə əməl etmədiyinə görə xalqın üsyanı ilə hakimiyyətdən kənarlaşdırıblar. Azərbaycan xalqını üsyana təhrik etməyin. Azərbaycan xalqının səsini eşidin. Qarabağ qazisi, 2-ci qrup hərbi əlil, ağır ürək xəstəsi Rza bəy Səfərsoyu azad eləyin. Tofiq Yaqublu'nu azad eləyin. Əvəz Zeynallını azad eləyin. Mən buradan bir-bir ad çək